Salam, hər vaxtınız xeyir, əziz izləyicilər. 5-ci sinif dərsliyi ilə, izahlarla davam edirik. Bu dəfə səhifə 63-dəyik və məsələ misallarda. 9-cu misal ilə davam edək. Bu arada abunə olmadan, baxanlar zəhmət olmasa abunə olun, like edin və mütləq şərhlərdə müəyyən fikirlərinizi yazın. Bu mənə böyük bir motivasiyadır və şərhlərinizi bir-bir oxuyuram. Əvvəlcədən də təşəkkür edirəm. 9-cu misalda A bəndində deyilir ki, dairədəki ədəd verilmiş ədədlərin cəmindən, dairədəki ədəd budur, verilmiş ədədlər isə budur, düzdür? Cəmindən nə qədər kiçikdir? Deməli, mən verilmiş ədədləri əvvəla toplayacağam. Yəni, 5-də 6 üstəgəl 1 tam, 2-də 1 üstəgəl 4-də 11 üstəgəl 1 tam 10-da 7 və üstəgəl 2 tam. Bunları toplamamışdan qabaq uşaqlar, əvvəla burada baxın, düzgün olmayan kəsirlər var axı. Onları mən çevirəcəm qarışıq ədədə. 5-də 6 kəsirini qarışıq ədədə necə çevirirdik? 6-nı 5-ə bölürdük, 1 tam, qalığı da sürətdə yazırdıq. 1 tam 5-də 1 üstəgəl, 1 tam 2-də 1, bu hazır qarışıq ədəd şəklindədir. Üstəgəl 4-də 11-i necə ayırırdıq? 11-i 4-ə bölürdük, 2 tam, qalığı da sürətdə yazırdıq. 2 tam 4-də 3, üstəgəl 1 tam 10-da 7 və üstəgəl 2. İndi uşaqlar bunu hesablamaq üçün əvvəlcə qarşıdakı tam ədədləri toplamaq lazımdır. Tam hissələri, yəni baxın 1-i, 1-i, 2-ni, 1-i və bu 2 tamı. Bunları toplayanda 4, 5, 7 tam edir. Deməli, qarşıda 7 tam. Və bir də uşaqlar məxrəclərə, bax 5, 2, 4, 10. Məxrəclərə də ortaq məxrəc seçəcəyik. Bu ədədlərə əkop 5-ə, 2-yə, 4-ə, 10-a neçə eləyir uşaqlar? 20 edir. İndi baxın, hər məxrəci 20-yə çatdırmaq istəsəm, 5 olan məxrəci 20-yə çatdırmaq istəsəm, neçəyə vuracam uşaqlar? 4-ə. 2 olan məxrəci 20-yə çatdıranda 10-a, 4 olanı 5-ə, 10 olanı da 2-yə vuracam. Görək nə alınır? 4 və həmən bu tamamlayıcı vuruqları bilirsiniz ki, sürətlərə vururuq. 4 vur 1, 4, üstəgəl 10 vur 1, 10, üstəgəl 5 vur 3, 15, üstəgəl 2 vur 7, 14. Və hesablayaq, 7 tam 20-də 14, 24, 29, 39, 43 edir. Və əlbəttə ki, bu kəsir, yəni 20-də 43 kəsiri düzgün olmayan kəsir olduğuna görə uşaqlar, biz bunu qarışıq ədədə çevirməliyik. Onda bu hissəni necə yazacağam? Axı bilirik ki, tam hissə ilə cəzir hissə toplanılır. Yəni 7 üstəgəl, bax bu 20-də 43 kəsirini yazanda, 20-də 43 kəsirini qarışıq ədədə çevirəndə 43-ü 20-yə bölürük, 2 tam. 20 qalır və qalıq nə qalır uşaqlar? 3 tam qalır. Onda indi davam eləsək 7 ilə 2 tamı toplayanda 9 tam 20-də 3. Bu mənim bu verilmiş ədədlərimin cəmidir. Və mənə deyir ki, dairədəki ədəd, yəni 1 tam 5-də 3 ədədi həmən bu cəmdən nə qədər kiçikdir? Onda biz onu eləyə bilərik uşaqlar? Həmən bu cəmdən çıxırıq bizdən soruşulanı ki, görək ki, nə qədər kiçikdir. Çıxma zamanı nə iş görürük? Tam hissədən, tam hissəni çıxırıq əvvəlcə. Neçə tam eləyir? 8 tam. Sonra uşaqlar məxrəclərə ortaq məxrəc, yəni əkop tapırıq. Neçədir ortaq məxrəcimiz, əkopumuz? 20-nin özüdür. Onda bura tamamlayıcı vuruq 1, bura tamamlayıcı vuruq 4 gəlir. 1 vur 3, 3 çıxılsın, 4 vur 3, 12. Aha, deməli gəldik, çıxdıq sürətlərin çıxıla bilmədiyi hala. Onda nə işləyirlər? Baxın, mən öz şagirdlərimə asan bir yol demişəm ki, onda bu 8 tamdan həmişə bir tamı götürün. Yerdə nə qaldı uşaqlar? 7 tam. Sonra nə edirik? Həmən bir tamı məxrəcə vurub üzərinə bu sürəti gəlirik. Yəni, hal-hazırda 3 azdır, axı çıxa bilmirik, düzdürmü? 3-ü çoxaltmaqdan ötürü, bax, bu yoldan istifadə edirik. 1-i 20-yə vurub üstünə 3 gəlirik. Eləyir 23. Həmişə belə eləyə bilərsiniz.
və çıxılsın 12. O da bərabərdir 7 tam 20-də neçə eləyir bu da 11. Vəssalam. Deməli, dairədə verilmiş ədəd bu cəmdən 7 tam 20-də 11 qədər kiçikdir. İndi B bəndi ilə davam edək. Deməli, uşaqlar, burada da deyir ki, yenə dairədəki ədəd verilmiş ədədlərin cəmindən nə qədər böyükdür. Mən yenə də bu hissədə verilmiş ədədləri toplamaq istəyirəm. Olacaq 4-də 25, üstəgəl 3 tam 6-da 1, üstəgəl 2-də 13, üstəgəl 4-də 1 və üstəgəl burada 1 tam var. Bərabərdir. Yenə də bayaqki kimi uşaqlar. Buradakı düzgün olmayan kəsirləri çevirək qarışıq ədədə. Necə çevirirdik yadımıza salaq bir daha. 25-i 4-ə bölürdük. 6 tam qalığı sürətdə yazırdıq. Üstəgəl 3 tam 6-da 1. Üstəgəl 2-də 13-ü çevirsək 13-ü 2-yə bölürük. 6 tam 2-də 1. Üstəgəl 4-də 1 və üstəgəl 1 tam. İndi yenə də bayaqki kimi neynədik? Tam hissələri topladıq. Nesə tam elədi? 9, 15, 16. 16 tam etdi. Sonra neynir uşaqlar? Məxrəclərə ümumi əkob tapırıq. 4-də, 6-ya, 2-yə və 4-də ümumi məxrəcləri sayıramda əkob 12 seçilir. 10-da, baxın, ümumi kəsir xətti çəkirəm. 12 seçirəm və gəlirəm tamamlayıcı vuruqlarımı yazıram. Bura 4 məxrəcini 12-yə çatdıranda 3-ə vururuq. 6 məxrəcini 12-yə çatdıranda 2-yə vururuq. 2 məxrəcini 6-ya vururuq. 4 məxrəcini çatdıranda isə 3 tamamlayıcı vuruğuna vururuq. Onda 3 vur və hər tamamlayıcı vuruğu sürətə vururuq. 3 vur 1, 3, üstəgəl 2 vur 1, 2, üstəgəl 6 vur 1, 6, üstəgəl 3. Düzdür? Bərabərdir 16 tam 12-də 5, 11, o da 14. Yenə də uşaqlar nə alındı? Düzgün olmayan kəsir alındı. Mən yenə də bayaqki üsulla bunu çevirim qarışıq ədədə. Necə çevirdim? Bu 16 üstəgəl 12-də 14 deməkdir axı. Və 12-də 14-ü də qarışıq ədəd şəklində yazsam 1 tam 12-də 2 deməkdir. Düzdür? Hətta 1 tam 12-də 2-də 12 ilə 2-ni ixtisar eləsəm 2-yə uşaqlar nə qalacaq? Deməli alınacaq ki 16 üstəgəl 1 tam 6-da 1. Yəni sürəti də məxrəci də 2-yə böldüm də ixtisar elədim. O da 17 tam 6-da 1 deməkdir. Bax, bu mənə verilən ədədlərin cəmidir. Mənə də deyir ki, bəs dairədəki ədəd 3-də 55 ədədidir. Onda mən bu 3-də 55 ədədini əvvəla çevirim qarışıq ədədə. Necə çeviririk? 55-i 3-ə bölürük. Neçə tam edir? Deməli, bir dəfə düşəcək. Oradan 25, orada da 8 dəfə düşəcək. 18 tam. Qalıq nə qalacaq uşaqlar? Qalıq 1 qalacaq. 18 tam 3-də 1-dir. Həmən bu 18 tam 3-də 1, 17 tam 6-da 1-dən nə qədər böyükdür? Bunu necə tapırdıq? 18 tam 3-də 1-dən çıxıram. 17 tam 6-da 1. Bərabərdir. Necə çıxırdıq uşaqlar? Tamla tamı çıxıram. Eləyir 1 tam. Sonra məxrəclərə əkob seçirik. 3 ilə 6-nın əkobu elə 6-dır. Onda 3 məxrəci üçün tamamlayıcı vuruq 2. 6 məxrəci üçün 1-dir. Düzdür? 2 vur 1. 2 çıxılsın 1. Deməli, yekun cavab 1 tam 6-da 1 qədər böyükdür. Cavabı tapdıq. Keçək 10-cu tapşırığa bu səhifədə. Deyir, kimin fikri doğru deyil? Nümunə göstərməklə izah edin. Səbinə deyir ki, hər iki toplanan 2-də 1-dən kiçikdirsə, cəm 1-dən kiçik olacaq və deyir, nümunə göstər. Gəlin, nümunə göstərə. Deyir, hər iki toplanan 2-də 1-dən kiçikdir.
Uşaqlar, 2-də 1-dən kiçik hansı ədədlər var? Məsələn, baxın, 3-də 1 var, düzdürmü? 4-də 1 var. Siz artıq sıralamanı keçmişsiniz də, müqayisəni bacarırsınız. 5-də 1 var, 6-da 1 var və s. doludur. İndi deyir, 2 dənə toplanan götür. Elə götürək bu ikisini. Və cəmdən danışır. Onda 3-də 1, üstə gəl, 4-də 1-i hesablayaq. Uşaqlar, əkop, yəni ortaq məxrəc neçə olacaq? Əlbəttə ki, 12 olacaq. Onda 3 üçün tamamlayıcı vuruq 4, 4 üçün tamamlayıcı vuruq 3 olacaq. 4 vur 1, 4, üstə gəl 3 vur 1, 3 bərabərdir 12-də 7. Və mənə deyir ki, cəmin özü də 1-dən kiçik olacaq. Həqiqətən də, uşaqlar, alınmış kəsir necə kəsirdir? Düzgün kəsirdir. Və biz də, məsələn, dərslərimizi keçəndə, yəqin ki, müəllimləriniz sizə deyib ki, düzgün kəsirlər həmişə, qaydamızda da var kitabda, 1-dən kiçikdir. Deməli, Səbinənin fikri, uşaqlar, doğrudur. İndi Elxanın fikrinə baxaq, bu Səbinə. İndi Elxanın fikrinə baxaq. Deyir, azalan harda olur? Fərqdə də. Deyir, azalan 1,2-də 1-dən böyükdür. Çıxılan isə 1-dən kiçikdirsə, fərq 2-də 1-dən kiçik olacaq. Gəl baxaq. Bax, azalan 1,2-də 1-dən böyükdür. Uşaqlar, 1,2-də 1-dən böyük, axı deyir, nümunə gətir. Məsələn, 1,2-də 1-dən böyük mən nə seçərəm? 2,2-də 1 seçərəm də, elə deyil. Yaxşı, azalanımız budur. Bax, bu oldu azalan. Deyir ki, çıxılan isə 1-dən kiçikdir. Biz bilirik ki, 1-dən kiçik ədədlər düzgün kəsirlərdir. Onda hər hansı bir düzgün kəsir yaradaram. Məsələn, 2-də 1 qoyaram. Düzdür? 2-də 1 həqiqətən də 1-dən kiçikdir. Aha, bu da mənim çıxılanımdır. Yaxşı, deyir ki, onda fərq 2-də 1-dən kiçik olacaq. Gəl baxaq. Fərqimizi hesablayaq. 2 tam 2-də 1 çıxaq 2-də 1. Biz bilirik ki, bu çıxma zamanı kəsir hissələr sıfıra gedəcək. Yerdə nə qalacaq uşaqlar? 2 tam. Axı, 2 tam bu Elxanın dediyinə görə 2-də 1-dən kiçik olmalıdır. 2-də 1-dən kiçikdirmi uşaqlar? Əlbəttə ki, xeyr. Onda Elxanın fikri nədir uşaqlar? Səhvdir. Yaxşı, indi Lalənin fikri ilə maraqlanaq. Görək Lalə nə deyir? Lalə. Deyir, toplananlar 2-də 1-dən böyükdürsə, cəm 1-dən böyük olacaq. Uşaqlar, 2-də 1-dən böyükdürsə, məsələn, belə bir kəsir yazaq ki, 2-də 1-dən böyük olsun. Adi belə deyim, 1 tamın özü 2-də 1-dən böyükdürmü? Bəli, deməli, birinci toplanan, bax, birinci toplanan olsun 1. Bəs, yaxşı, 2 ədədi 2-də 1-dən böyükdürmü? Əlbəttə. Onda bu da olsun ikinci toplanan, düzdür? Deyir ki, cəm. Onda 1 tam üstə gəl 2 tam bərabərdir 3 tam və bunların dediyinə görə cəm 1-dən böyük olacaq. Həqiqətən də 1-dən böyük oldu. Onda bu da doğru deyir. Lalə doğru deyir. Keçək 11-ci məsələyə uşaqlar. Bu arada yəqin ki, like etdiniz və şərhləri də yazırsınız. 11-ci çalışmada görək nə deyir? Anar 3 eyni ölçülü pizzanı özü və dostları ilə bərabər bölüşdü. Aha. Hərəyə 5-də 3 hissə pizza düşdü. Anar pizzaları neçə dostu ilə bölüşdü. Gəlin belə eləyək. Deməli, 3 dənə pizzamız var. Bax, 3 dənə pizzamız var. Ümumi neçə dostu ilə bölüşdü? Aha, özü ilə də və dostları ilə də bölüşüb. Ümumilikdə uşaqlar tutaq ki, bilmirik. Boşluq sayda, yəni biz bunu 5-ci sinifi hələ x-la işarə eləmək istəmirəm. Boşluq sayda dostu var. Yəni bu işarə ilə biz nəyi işarə elədik? Dostlarının sayını işarə elədik də, düzdür? Dostu var. Və biz bilirik ki, pizzaları dostlarının sayına böləndə hərəyə düşən pizza hissəsi düşür. Onu da bizə veriblər ki, 5-də 3-dür. Aha, onda
uşaqlar, bu pizzanı, 3 eyni pizzanı neçə dostu arasında bölüb bunu necə tapırdıq? Baxırdıq ki, sürətlər bərabərdir. Onda deməli məxrəclər də bərabər olacaq. Onda deməli bu boşluğun yerində neçədir? Yanacaq 5. Yəni uşaqlar 5 nəfər arasında bölüb. Lakin axı bu səndən neçə nəfər arasında bölünü istəmir ha. Deyir ki, neçə nəfər dostu arasında bölüb. Onda axı anar özünü saymasa, ancaq dostlarını saysa, bu 5 nəfərdən anarın özünü çıxsaq, neçə dostu olmuş olur uşaqlar? 4 dostu olmuş olur. Deməli, anar 4 dostu ilə bu pizzanı bölüb. 12-ci suala baxaq. 12. Hovuz 100 litr su tutur. Boş hovuza əvvəlcə 45,5 litr, sonra bundan 12,5 litr az su tökdülər və bu hovuzu tam doldurmaq üçün daha neçə litr su tökmək lazımdır? Baxın uşaqlar, indi tutaq ki, bizim bir boş hovuzumuz var. Birinci dəfə gətirdilər bura. Nə qədər su tökdülər? 45,5 litr su tökdülər. İkinci səfər gətirib su tökəndə uşaqlar tələsib bəzən uşaqlar 12,5 başa düşür. Xeyr. Həmən deməli bu 45,5-dən əvvəlcə bu 12,5-3-ü çıxmalıdırlar. Deyir, bundan bu qədər az su töküblər. Biz birinci baxaq, bundan 12,5-3 az nə qədər eləyir? Bunun üçün tamdan uşaqlar, tamı çıxıram. Bu da neçə tam eləyir? 33 tam, düzdür. Məxrəclər olduğu kimi qalır, çünki bərabərdir və 2-dən 3-ü çıxmalıyam. Deyirsiniz, ay müəllimə, 2-dən 3-ü çıxa bilmirik axı biz. Onda bəs mən bayaq sənə necə bir yol göstərdim. Dedim ki, qarşıdakı tamdan bir vahid götür, xırdala. Onda tamımız neçə tam qalacaq uşaqlar? 32 tam qalacaq. Və həmən bu 1 tamı, elə bir bu 1,5-2-yə dönüşdü də. 1 tamı 5-ə vurub, uşaqlar, üstünə bax bu balaca ədədi gəlirik. Çünki bayaq bu balaca olduğuna görə biz çıxa bilmədik də. O da eləyir 7. Deməli 5-də 7 çıx 3. Hə, indi tamamilə gözəl çıxa bilirəm. Olacaq uşaqlar 32,5-də 4. Yəni, ikinci səfər gətiriblər 32,5-də 4 litr su töküblər. Sonra deyir ki, bəs bu hovuzu tam doldurmaq üçün daha neçə litr su tökmək lazımdır? Hovuzun tamamı 100 litrdir axı. Deməli, biz bunu 100 litrə tamamlamalıyıq. Onda uşaqlar, mən neyniyərəm? Həmən bu 100 litrdən çıxaram burada olan suların cəmini. Yerdə qalan su, deməli, mən hələ də o qədər suyu tökməli olacam. Onda bunu mötərizədə yazıram. 32,5-də 4, üstə gəl 45,5-də 2. Hesablayaq, deməli, 100 çıxılsın. Burada da uşaqlar, əvvəla tam hissələri toplayaq. 32 ilə 45 eləyir 77 tam, baxın. 77 tam. Məxrəclər eynidir deyən məxrəcin birini saxlayıram və sürətləri toplayıram 6. Sonra çıxmağa çalışacağım. Lakin uşaqlar fikir verin bura. 5-də 6 necə kəsirdi? Düzgün olmayan kəsirdi. Və 5-də 6-nı qarışıq ədədə çevirəndə necə çevirmiş oluruq? 1,5-də 1 kimi çevirmiş oluruq. Düzdür? Həmən baxın, bunu mən burada belə yazacağam. Bax, bunu əslində 1,5-də 1 kimi çevirəcəm. Həmən bu 1,77 tamın üzərinə gəlir. Deməli, nə baş verir? 100 çıxılsın. 77 dönür olur 78. 5 qalır yerində. Həmən bu sürətdəki biri də burada yazırıq. Bərabərdir. İndi çıxmaq istəyirəm. Uşaqlar, heç vaxt çıxmada götürüb 100-dən 78-i çıxım yazım olmaz. Çıxma zamanı mütləq bu tam hissə xırdalanmalıdır. Necə xırdalayırıq? Bir tamı çıxırıq içindən. Burada qalır yerdə 99 tam.
həmən o götürdüyümüz bir tamın yerinə vahid kəsr yazırıq. Yəni, sürəti, məxrəci bərabər olan istədiyin kəsri yaza bilərsən. Lakin mənim digər məxrəcim, baxın, 5-dir deyən, mən istəyirəm ki, məxrəclər bərabər olsun. Ona görə mən bunu, uşaqlar, götürdüyüm biri 5-də 5 yazsam daha əlverişli olacaq mənə. Çıxılsın 78 tam 5-də 1 bərabərdir. 99-dan 78 çıxsaq, qalır 21 tam. İndi məxrəclərimiz olduğu kimi qalır. Həmişə sürətdən sürəti çıxıram 4. Deməli, daha 21 tam 5-də 4 litr su əlavə də etmək lazım olacaq ki, hovuz tam dolsun. Davam edək. Neçədəyik? 13-dəyik artıq. Aha. Ailə aylıq gəlirinin 3də 1 hissəsini ərzağa, 12də 1 hissəsini kommunal xərclərə, 6da 1 hissəsini isə digər xərclərə sərf etdi. Gəlirin qalan hissəsi ailənin aylıq yığımını təşkil edir. Yəni, qalan hissəsini də yığıma qoyacaqlar da, o deməkdir. Ailənin aylıq yığımı aylıq gəlirinin hansı hissəsinə bərabər oldu? Gəl baxaq. Deməli, tutaq ki, uşaqlar, aylıq gəlirimiz bir tam vahiddir də, bir tam puldur. Yəni, getdik pulumuzu, maaşımızı aldıq. Bu bizim hələ ki tam pulumuzdur, tam şəkildədir. Bölməmişik hələ. Sonra gəlirik, 3-dən 1-ni ərzağa verdik. 12-də 1-ni kommunala verdik. Bunları toplayıram, görüm, axırda mən nə qədər xərcləyəcəm. Və 6-da 1-ni də müəyyən xırda xərclərə sərf etdilər. Düzdür? Nə bilim, yol pulusudur, falanıdır, filanıdır. İndi bərabərdir. Ortaq məxrəc, yəni bunlara əkop, uşaqlar, neçə seçirsiniz? 3, 12, 6 üçün əlbəttə ki, ortaq məxrəc elə 12-nin özüdür, düzdür? 12-ni seçdim, uşaqlar. Və 3 məxrəcini 12-yə çatdıranda neçəyə vururuq? 4-ə. 12-ni çatdıranda 1-ə, 6-nı çatdıranda 2-yə. Bunlar adlanır tamamlayıcı vuruqlar. Və sürətləri başlayaq, toplayaq. 4-ü vurduq 1-ə 4, üstə gəl. 1-i vurduq 1-ə 1, üstə gəl. 2-ni vurduq 1-ə 2. Bərabərdir. Deməli, neçə elədi bizdə? 12-də. Sürətimiz elədi 7. Baxın, bu xərclənənlərdir. Xərclənən. Ümumi, içində kommunalı da var, hər şey. Bəs, axı, mənim maaşım 1 tam idi. 1 tamın 12-dən 7-sini xərclədim. Baxın, 1 tamın çıxıram 12-dən 7-sini. Ki, görün mənim qalğım nə qədər qaldı, mən onu yığacam, yığıma qoyacam. Mən bu cür çıxmalarda nə edirdik uşaqlar? 1 tamı vahid kəsir kimi yazırdıq. Vahid kəsir kimi necə verirdi bizə? 12-də 12 verirdi. Çıxılsın 12-də 7. Bərabərdir, elədi 12-də 5. Deməli, uşaqlar, aylıq gəlirin 12-dən 5-i hara getdi? Yığım üçün getdi. Görək, suala qaydaq. Deyir ki, ailənin aylıq yığımı, aylıq gəlirinin hansı hissəsi oldu? 12-də 5 hissəsi oldu. Və bu səhifənin sonuncu misalı 14-cü misalına baxırıq. Deyir, döşəməsi düzbucaqlı formada olan otağın uzunluğu 7,4 metrdir. Eni isə bundan 2,2 qısadır. Gəlin belə yazaq da. Otağın, bax, verilənləri yazaq. Uzunluğu 7,4 bu bir. Enini hesablayaq. Enini hesablayanda deyir ki, bundan, yəni 7,4-dən 2,2 qısa. Qısa nə deməkdir uşaqlar? Çıxacam da. 2,2. Çıxma zamanı əvvəlcə tam hissələri çıxıram. Qalır 5 tam. Sonra kəsirləri ortaq məxrəcə gətirirəm. 4 ilə 2-nin ortağı elə 4-dür. Yəni, əkobu elə 4-dür. Onda birinci kəsir üçün tamamlayıcı vuruq elə 1. Çünki 4 məxrəcini 4-ə çatdıranda 1-ə vururuq. 2 məxrəcini isə 4-ə çatdıranda 2-yə vuracaq. Düzdür? Nə baş verəcək? 1 vur 1, 1 çıxılsın 2. Hə, bayaq ki, qayda yenə bizim rastımıza çıxdı. Sürətləri çıxa bilməyəndə
Neynədik uşaqlar, yadımıza salaq. Buradan bir vahid götürdük. Qaldı 4 tam. Məxrəc 4. Və həmən götürdüyümüz bir tamı uşaqlar məxrəcə vururuq. Üzərinə bax bu sürəti gəlirik. Onda neçə olur? 5 olur. İndi çıxmaq olar rahatlıqla. Alındı 4 tam. 4-də 3. Bu bizim enimizdir ha hələ. Hələ enimizdir. Deməli, gəlin mən bunu bir qəşəng çərçivəyə alım. Bu 1, bu 2. Bu bizim düzbucaqlımızın ölçüləridir. Qapının eni 10-da 9 metrdir. Usta otağın döşəməsinin kənarına vurmaq üçün 25 metr döşəmə yaşmağı. Baxın, bilirsiniz bu hara vurulacaq. Mən sizə göstərim. Bax, bu kənarlara vurulacaq. Bax, bu kənarlara vurulacaq. Bildiniz, bax, otağın belə kənarlarına vurulacaq. Bunlar deyə alıblar bunlardan. Hə. Axı, bunu vuranda gəlib bu qapıya çatanda, bu qapının bu hissəsinə vurulmayacaq. Çünki qapı açılmaz axı. Deməli, qapının o hissəsini biz kəsib atacağıq. Qapını kəsmirək, vurulan bu taxtanı kəsib atırıq. Deyir ki, otağın döşəməsinin kənarına vurmaq üçün 25 metr döşəmə yaşmağı alındı. Nə qədər döşəmə yaşmağı artıq qalar və ya çatmaz. Gəlin yoxlayaq da. Mən ümumiyyətlə bütün döşəmənin kənarlarına bunu vurmaqdan ötürü mən bu düzbucaqlının uşaqlar nəyini tapmalıyam? Əlbəttə ki, qıraqlarının cəmini tapmalıyam. Onda baxın, enimiz 7 tam 4-də 1, daha doğrusu uzunluğumuz. Uzunluqdan 2 dəfə iştirak eləyir deyəm. Bundan 2 dəfə yazacağam. Üstə gəl. Enimiz 4 tam 4-də 3. 4 tam 4-də 3. Bundan da 2 dəfə iştirak eləyəcək. Ona görə bundan da 2 dəfə yazıram. Bu bizim bütün kənarlarımızın uzunluğu olacaq. Onu da hesablayaq. Deməli, uşaqlar, tam hissələri toplayaq. Neçə tam eləyir? 14, 18, 22 tam. Ortaq məxrəc elə 4-ün özüdür. Və 1 üstə gəl, 1 üstə gəl, 3 üstə gəl, 3-ü hesablayırıq. O da eləyir 8. Uşaqlar, 8. 4-də 8 nə deməkdir? Biz bilirik ki, kəsr xətti bölməni bildirir. Onda 8-i 4-ə böləndə neçə tam düşür? Elə 2 tam düşür. Bu 2 tamı da 22 tamdan toplasaq, eləyir 24. Yəni, hal-hazırda bütün kənarlara bu yaşmağı vursaq, 24 metr gedəcək. Lakin mən qapının bir hissəsinə vurmayacam axı. Onda bütün bu hissədən çıxıram həmən o qapını. Qapımız da 10-da 9-dur. Görün mənə sırf tam olaraq nə qədər yaşmaq lazımdır, qapını da çıxacam hələ. Baxın, çıxma zamanı nə dedim mən? Tam olan hissəni bir vahid azaldın. Onda nə qalır? 23 tam, düzdür? Həmən bir tamı vahid kəsir şəklində yazın. Yəni, necə yazarsınız? Bu birisi məxrəc 10-dursa, sən bunu 10-da 10 yazmağın daha sərfəlidir ki, məxrəclər bərabər olsun və sən onu rahatlıqla əkov tapasan. Onda bu da eləyəcək 10-da 9 bərabərdir. 23 tam, 10 qalır məxrəc eyni, yuxarıdakı sürətdən də sürəti çıxırsan 1. Baxın, uşaqlar, sizə həmən bu döşəmənin, baxın, döşəmənin qıraqlarına, qapını da çıxmaq şərti ilə yaşmağı vurmaq üçün sadəcə 23 tam 10-da 1 metr lazımdır. Amma biz gedib nə almışıq uşaqlar? 25 metr almışıq. İndi bu da deyir ki, çatar mı? Bəli, çatar. Çatarsa onda nə qədər artıq qalacaq? Axı tam 25 getmədi. Nə qədər artıq qaldığını bilmək üçün isə biz deməli aldığımız bir 25 tamdan bizə tam lazım olanı çıxaq. Görək əlimizdə artıq nə qalacaq. Uşaqlar, bu çıxmanı yerinə yetirmək üçün siz 25 tamdan 23 tamı çıxa bilməzsiniz. Əvvəla, yəni bu 25 tamı bir vahid azaldırıq həmişə. Qalır nə uşaqlar? 24 tam. Həmən bir tamı vahid kəsir kimi yazırıq. Necə kəsir yazırıq? Baxırıq digərinin məxrəci 10-dursa,
Onda biz onu 10-da 10 yazırıq. Və çıxılsın 23,1. Bərabərdir, qalır 1 tam, uşaqlar. Ortaq məxrəc elə 10 və yuxarıda da ondan 1 çıxırsan 9. Uşaqlar 1,9 metr yaşmaq əlimizdə artıq qalacaq. Burada yazırıq ki, artıq qalır. Bu səhifədən uşaqlar bu qədər. Ümid edirəm ki, faydalı oldu sizə. Faydalı oldusa siz də müqabilində, yəni cavabında şərhlərdə öz fikirlərinizi, ürək sözlərinizi yazın və mütləq videonu da paylaşın dostlarınızla, qruplarınızla və yaxud da yaxın çevrənizlə ki, onlar da daxil olub like etsinlər. Sağ olun uşaqlar. İnşallah gələn videoda görüşərik.